4 AYQ sualının isbatına birlikdə baxaq. 5-ci sual yəqin ki, hamıya tanışdı. Paxlava sualdır. O biraz mürəkkəb sual olduğuna görə onun haqqında ayrıca video çəkərəm. Deyir ki, istənilən natural ədəd üçün onun rəqəmlərindən təşkil olunmuş və ardıcıllığı həmin ədəddə olduğu kimi olan ədədlərə bu ədədin hissəvi ədədləri deyək. Məsələn, 149-uncu 1, 4, 9, 14, 19, 49, 149-dur. 313-ünü də verib, deyir, bütün natural ədədləri tapın ki, onun hissəvi ədədlərinin hamısı sadə olsun, fikrinizi əsaslandırın. Əgər bizə deyirsə, hissəvi ədədlər sadə olsun, o zaman gərək onun təşkil olunduğu rəqəmlərin hər biri sadə olsun. Deməli, 2, 3, 5, 7 rəqəmlərindən təşkil olunmalıdır ədəd. İndi bir-bir yoxlayaq. Bir də bunu deyə bilərik ki, məsələn, 2 ədədindən 2 dəfə istifadə edə bilmərik. Çünki 22, 33, 55, 77, yəni heç birindən 2 dəfə istifadə edə bilmərik. Çünki bunlar mürəkkəb ədədlərdir. Deməli, hər ədəddən bir dəfə istifadə etməliyik. İndi 2-yə baxsaq, 2-nin yalnız özünü götürə bilərik. 23-ü götürsək, o da sadədir, amma 25, 27 deyil. Deməli, 2 ilə 23 olur. 3-ü götürsək, 3 özü təkcə götürə bilərik. 32, 35 mürəkkəbdir. Bir də 37-ni götürürük. 5 olsa yenidən özünü götürürük. Bir də 53 ədədi sadədir. 57 3-ə bölünür. 52 də 2-yə, yəni onlar da mürəkkəbdir. 7 və 73 şəklində götürə bilərik və burada yalnız bu ədədlər sadə hesab olunur. Yəni hissəvi ədədləri sadə olan ədədlər hesab olunur. Yəni bu asan bir sual idi. Fikrinizi əsaslandırmaqda dedim. Keçək ikinci suala. İkinci sual maraqlı bir həndəsə sualdır. Deyir ki, tübucaqlı ABC tübucağının daxilinə çəkilmiş çevrənin mərkəzi I olsun. B-yi və C-yi şüaları ABC tübucağının xaricinə çəkilmiş çevrəninə uyğun olaraq C və T nöqtələrində kəsir. ST parçası isə AB və AC tərəflərinə uyğun olaraq K və L nöqtələrində kəsir. Deyir, isbat edin ki, AK, IL rombdur. İndi gəlin isbata baxaq. Burada bizə verilib ki, B-yi təm böləndir. Buna əsasən biz yazırıq ki, AB-yi bərabərdir CB-yi bucağına. Həmçinin də yaza bilərik ki, KB-yi bucaqda bərabərdir CSI bucağına. Sonra görürük ki, buradan BCST, baxın bu fiqur. BCST sayklikdir. Yəni bunun xaricinə çevrə çəkilib. Sayklik olduğundan biz deyə bilərik ki, CBS bucağı bərabərdir CTS bucağına. O da bərabərdir ITK bucağına. Sonra bir də baxırıq ki, BIKT, baxın bu fiqurda, baxın xaricinə çevrə çəkilib. Bu da sayklikdir. BIKT. Bu da sayklik olduğuna görə biz deyə bilərik ki, BIKT sayklikdir və deyə bilirik ki, buradan KBI bərabərdir ITK-yə. İndi buradan digər tərəfdən bir də C-yi də, baxın bu C-yi də təm böləndir. Bu iki bərabərliyi nəyə görə yazdıq? Çünki B-nin təm bölən olduğuna görə yazmışdıq. İndi C-nin təm bölənliyindən istifadə edirik və yazırıq ki, ACI bərabərdir hansı bucağa? BC-yə və əlavə olaraq da yazırıq ki, LCI bərabərdir BST-yə. Buradan da çıxır ki, BCST-nin sayklikliyi ilə BCST. Baxın, bu da sayklikdir. Xaricinə bir dənə çevrə çəkilib. BCST sayklikdir. Sayklik olduğuna görə yenidən BCT bərabərdir BST-yə. O da bərabərdir ISL-ə. İndi həmçinin buradan çıxır ki, LCI də bərabərdir ISL-ə. Buradan əlavə olaraq da qeyd edirik ki, CISL, baxın bu 4 bucaqlı da sayklikdir. Sayklik. İndi bu sayklikdir. Sonra biz görürük ki, burada A
T, B, S, C. Bunlar çevrəsəldir. Yəni eyni bir çevrə üzərindədir. A, T, B, C, S eyni çevrənin üzərindədirlər. Buna əsasən də deyirik ki, STB bərabərdir CAB-yə və əlavə olaraq da o da bərabərdir CSB-yə. İndi bunları tapdıq. Bütün bunlar tapdıqlarımıza əsasən deyə bilirik ki, biz, yəni analoji olaraq deyirik ki, KI AC-yə paraleldir. Həmçinin KI A ilə də paraleldir. Analoji olaraq LI AB-yə paraleldir. LI də paraleldir AK-ya. Buradan çıxır ki, baxın, bu fiqurun biz paralelogram olduğunu tapırıq. AKL tapırıq ki, paralelogramdır. İndi bizə deyir ki, bunun romb olduğunu isbat elə. Uyğun olaraq qarşı tərəflərin bərabər olduğunu, bucaqların bərabər olduğunu isbat eləsək bitir. İndi buradan yazırıq ki, biz AKL bərabərdir TKB-yə, o da bərabərdir TİB-yə. Bayaq tapdıqlarımı yazıram. O da bərabər CTS-yə, o da CLS-yə və o da bərabərdir ALK-yə. Buradan biz tapırıq ki, əsas məsələ odur ki, AKL ilə ALK bərabərdir. Bunlar bərabər olduğuna görə analoji olaraq AK ilə AL də bir-birinə bərabər çıxır. Yəni AK ilə AL bir-birinə bərabərdir. İndi bunlar bərabər olduğuna görə tapırıq ki, uyğun olaraq AKL bu fiqur rombdur. Yəni bu da bunun isbatı idi. Keçək 3-cü sualın isbatına birlikdə baxmağa. Biz burada uyğun olaraq əvəzləmələr aparmalıyıq. Gəlin x plus y-ə bir a, x, y, k-sinə isə bir b deyək. Gəlin birinci buradan başlayaq əvəzləmə aparmağa. X kvadrat üstə gərək y kvadrat üstə gərək 5-i mötərizə xaricinə çıxarıram. Üstə gərək x, y. Bunu da yaza bilərik ki, x plus y-in kvadratı çıxaq ki, x, y üstə gərək 5 vuraq x plus y üstə gəlsin x, y. X, y. Mənfi 2x, y-in üzərinə də x, y gəlsək, burada çıxaq x, y qalınır. İndi bayaq ki, əvəzləmələrimizi, yəni bunları gətirib yerinə qoyuram. Eləyir a kvadratı çıxılsın b, üzərinə gəlsin 5a və bunu da bizə vermişdi 12. Bunu qeyd elədik. Yəni buradan çıxır ki, b bərabərdir a kvadrat üstə gərək 5a çıxaq 12. Bu birincidən aldığımız. İndi birinci tənliyə qaydaq. X kubu üzərinə gəlsin y kubu bərabərdir 19. Müxtəsər vurmadan aydındır ki, bizə bunu bu şəkildə yazmaq mümkündür. Bunda uyğun olaraq əvəzləmələri yenidən aparsaq, a vurulsun, a kvadratı çıxaq 3b alınır. İndi mən b-nin qiymətini tapmışdım. Həmin qiyməti gətirib yerinə qoyacağım. Gəlin bunu vuraq. Bu a kubu çıxaq 3ab deməkdir, düzdür? Buradan mən a kubu çıxaq 3a vurulsun b-nin qiymətini tapmışdım. Gətirib yerinə qoyuram. A kvadrat üstə gərək 5a çıxılsın 12. Alınır ki, a kubu çıxaq 3a kubu üzərinə gəlsin. Neçə a? 36a çıxaq 15a kvadratı. Belə alınır. Və buradan da çıxsaq, mənfi 2a kubu üzərinə gəlsin 36a çıxaq 15a kvadratı ifadəsini almış oluruq. İndi bu ifadənin qiyməti 2a kubu çıxaq 19 verilmişdi da. İndi bunu belə yazıram. 2a kubu çıxaq 15a kvadratı çıxılsın 36a. Mənfiyə vururam hər tərəf elə bir ki, üstə gərək 19 0. Bunu da vuruqlara ayırsaq görəcəyik ki, a çıxaq 1 vurulsun a çıxaq 1 vurulsun 2a plus 19 bərabərdir 0. Buradan indi 2 hal alınır. i1 yazıram.
A bərabərdir 1. İkinci halda odur ki, A bərabərdir mənfi 19 bölək 2. 2 hal mümkündür. İndi A'nın birinci bir halını yoxlasaq, B alınır, yerinə qoysaq, B'ni neçə tapırıq? Baxın, burada yerinə gətirib qoyuram. 1 üstə gələk 5, çıxaq 12. Mənfi 6 alınır. Bunu silək. B alınır, mənfi 6. B mənfi 6. İndi elə bil ki, belə bir kvadrat tənliyimiz mövcuddur. Bunu həll eləməliyik. Buradan köklər mənfi 2 və 3 çıxır. Deməli, ya x mənfi 2, y 3'dür, ya da x 3, y mənfi 2'dir. Buradan 2 dənə case çıxdı. Aha. İndi keçsək bu hala, görək burada necə olacaq. Gətirib indi yenidən bunu burada yerinə qoysaq, alınır ki, B bərabərdir 123 bölünsün 4. Yerinə qoysaq, t kvadrat üstə gələk 19 bölək 2t, üstə gələk 123 bölək 4 bərabərdir 0. Buradan diskriminant alınır, b kvadrat çıxaq 4 asidən mənfi 131 bölək 4. Hansı ki, bu da mənfidir və tənliyin həlli yoxdur. Deməli, tənliyin yeganə həlləri budur. Məncə bu maraqlı və çox da çətin olmayan bir sual idi. Sadəcə burada əvəzləmə aparıb işimizi asanlaşdırmaq lazım idi. Keçsək 4-cü suala. 4-cü sualda biraz hallar çox olacaq. Burada gəlin 2 dənə hala baxaq. Birinci C-ni 1 götürək. C-ni 1 götürsək tənlik bu şəklə düşər. 11 üstü A, 5 üstü B, çıxaq 2 vurulsun 3 üstü D bərabərdir 1 formasına düşər. Və buna gəlin mod 4-də bir dəfə də mod 3-də baxaq. 11 üstü A, çıxaq 5 üstü B. Vuraqdır burada, özür istəyirəm. Çıxaq 2 vurulsun 3 üstü D bərabərdir nəyə? Bərabərdir. Mod, bu mənfi 1 verir. Bu da verir 3 üstü A. 3 üstü A. Burada da çıxaq 2 alınır. Bərabərdir 1 mod 4-də. Burada tapırıq ki biz A təkdir. Çünki cüt olsa şərt ödənməz. A'nın tək olduğunu tapırıq. İndi bir dəfə də mən buna mod 3-də baxacağam. 11 üstü A vurulsun 5 üstü B. Çıxaq 2 vurulsun 3 üstü D. Bərabərdir mod 3-də baxırıq. Mod 3-də baxsaq, burada da mənfi 1 üstü A qalır. Digər tərəfdə də mənfi 1 üstü B qalır. Bu da bərabərdir 1 mod 3-də. İndi mən burada tapmışdım ki, A təkdir. A tək olduğuna görə analoji olaraq burada baxsaq, B də tək olacaq. İndi təkdilər deyə mən A-nı 2x plus 1, B-ni də 2y plus 1 qəbul edə bilərəm uyğun şərtlərə görə. İndi belə halda nə vaxt götürə bilərik? X, y sıfırdan böyük bərabər olduqda. İndi gətirib bunu da tənlikdə yerinə yazsaq, 55 vurulsun 11 üstü 2x vuraq 5 üstü 2y çıxaq 2 vurulsun 3 üstü D bərabərdir 1. İndi burada D-ni gəlin 3-dən böyük bərabər götürək. Bu halda tənlik bu formaya düşür. 55 vurulsun 11 üstü 2x vuraq 5 üstü 2y çıxaq 1 bərabərdir 54 vurulsun 3 üstü D çıxaq 3 çıxaq 1. Bu formaya düşür tənlik. Buradan tapırıq ki 11 3 üstü D çıxaq 3 çıxaq 1-i bölməlidir. Buradan da D-nin tapırıq ki 5k plus 3 şəklində olmalıdır. Bunu tapdıq. İndi biz x-i sıfırdan böyük götürmüşdük. Gəlin yenidən elə götürək. Elə olsa 11-in kvadratı 3 üstü 5 çıxaq 1-i bölməlidir. O da bölməlidir 3 üstü D üstü 3 çıxaq 1-i. Və baxarıq ki buradan həll yoxdur. Yəni bu ziddiyyətdir. Ona görə də x-in yalnız 0 qiymətini götürürük. Belə ki 55 üstü 5 üstü 2y çıxaq 1 bərabərdir 54 üstü 3 üstü 5k çıxaq 1 formasına düşər tənlik. Bu formaya düşdüsə 11-in kvadratı 3 üstü 5 üstü k çıxaq 1-i bölməlidir. 11 də bölməlidir
5 üstü 2y çıxaq 1-i. Buradan y-in 5t olduğunu tapırıq. Belə ki, t sıfırdan böyük bərabərdir. İndi t sıfırdan böyük bərabər olduqda, indi gəlin c-nin t sıfırdan böyük bərabər olduqda tənlik nə formaya düşər? 55 vurulsun 5 üstü 10t çıxılsın 1 bərabərdir 54 vurulsun 3 üstü 5k çıxaq 1-ə. Buradan da 5 bölməlidir. 3 üstü 5k çıxaq 1-i. Buradan da biz tapırıq ki, k 4l formasında olmalıdır ki, bu ödənsin. Belə ki, l sıfırdan böyük bərabərdir. Fi 25 də bilirik ki, 20-yə bərabərdir. Yəni, belə hesablanır. 5-in kvadratı çıxaq 5 şəklində, bu da 20-dir. İndi baxırıq nəyə? 25 bölməlidir. 3 üstü 20 çıxaq 1-i. O da bölməlidir. 3 üstü 20l çıxaq 1-i. İndi buna əsasən tapırıq ki, t 0 olanda y də 0, b 1 olar. Buradan da a, b, c, d-ni 1, 1, 1, 3 qiymətini tapırıq. Çünki d 1 olsa, belə bir tənlik alınır. 11 üstü a, 5 üstü b, çıxaq 2 vurulsun 3, 1. Görünür ki, tənliyin əlli yoxdur. d 2 olsa, 11 üstü a, 5 üstü b, çıxaq 2 vurulsun 3-ün kvadratı 1. Yenidən həll yoxdur, amma d-nin 3 qiymətində həll çıxır və həll də budur. Deməli, c-nin 1 qiymətində 1 qiyməti tapdıq. İndi ikinci hala baxaq ki, c-nin 2-dən böyük bərabər olduğu hallardır. Bayaqki kimi yenidən mod 4 və mod 3-də baxacağım. 11 üstü a, 5 üstü b çıxaq 2 üstü c vurulsun 3 üstü d bərabərdir 1 mod 4-də. İndi bunu mod 4-də baxsaq, tənlik nə formada düşər, ona baxaq. Deməli, 11 üstü a, 5 üstü b çıxaq 4 vurulsun 3 üstü d bərabərdir 3 üstü a 1 mod 4-də. Aydın məsələdir ki, a cütdür. İndi bir dəfə də bayaqki kimi mod 3-də baxacaq. 11 üstü a, 5 üstü b çıxaq 4 vurulsun 3 üstü d bərabərdir 2 üstü a, 2 üstü b, o da bərabərdir 0. Buradan da çıxaq 0 daha doğrusu, o da bərabərdir mənfi 1 üstü a, çıxaq mənfi 1 üstü b bərabərdir 1 mod 3. Buradan tapmışdıq ki, a cütdür. Və mod 3-də həll olması üçün, yəni ödənməsi üçün şərtin b-də daxil olmalıdır, cütədə də, yəni cütədə də olmalıdır. İndi buradan a-nı 2x, b-ni isə 2y qəbul edə bilərik. Belə ki, xy böyük bərabərdir 0-dan. Daha doğrusu 1-dən, 0 ola bilməz, 1-dən. Gətirib yerinə qoysaq, 11 üstü x, 5 üstü y, çıxaq 1, 11 üstü x, 5 üstü y, plus 1, bərabərdir 2 üstü c vurulsun 3 üstü d. Buradan görünür ki, bunların əbobları 2-dir. Bu zaman x, y 1-dən böyük bərabər olduqda, bunların əbobları 2 olduqda 2 hal mümkündür. Birinci hal 11 üstü x, 5 üstü y çıxaq 1, 2 vurulsun 3 üstü d-yə bərabər olanda c-ni gəlin belə olsun. Digəri isə 11 üstü x, 5 üstü y plus 1 bərabər olsun 2 üstü c çıxaq 1-ə və 2 üstü c çıxaq 2-də olsun 3 üstü d üstə gəlsin 1. C-ni 5-dən böyük bərabər götürsək, görürük ki, həlli yoxdur. C-ni 4 götürsək, belə alınır ki, 11 üstü 5x, 11 üstü x, 5 üstü y üstə gələk 1, 8.
Göründüyü kimi həlli yoxdur. C-ni götürsəniz yenidən analoji olaraq həlli olmaz. Deməli bu halda həlli yoxdur. İndi ikinci hala baxırıq. İkinci halımıza baxaq. Deməli bu formadaydı. Biri bu formadadır, digəri isə 2 vurulsun üstü D formasındadır. 2 üstü C çıxaq 2 bərabərdir. 3 üstü D çıxaq 1-ə. C-ni 4-dən böyük bərabər götürsək, 2 üstü C çıxaq 2 bərabər olar 3 üstü D çıxaq 1-ə mod 4-də. Buradan da çıxır ki, gördüyünüz kimi D cüt bir ədəddir. D-ni 2K götürək. Belə ki, K 1-dən böyük bərabərdir. İndi buradan alınır ki, 3 üstü K çıxaq 1, 3 üstü K üzərinə gəlsin 1, bərabərdir 2 üstü C çıxaq 2. Buradan göründüyü kimi yalnız K'nın bir qiymətində həlli vardır. Burada C5 onda bir yerinə qoyub görərsiniz ki, heç birində həlli yoxdur. Deməli, yalnız həll tapdıq burada 1, 1, 3 həllidir. Bu da bu sualın ilk 4 sualın həllidir. Sonuncu sualın həllini isə ayrıca olaraq paylaşacağım.